Bismillah, elhamdülillah. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, kim bir şeyi Allah üçün tərk edərsə, Uca Allah onun əvəzinə mütləq ondan daha xeyirlisini ona yetirər. Bu, şərli olanı tərk etmək barəsindədir. Lakin xeyirli olanları tərk etməkdə də müsibət vardır. Necə ki, salih sələflərimiz buyurublar, kim bir sünnəni tərk edərsə, onun yerinə mütləq bir bidət daxil olar. İnsanın etiqadına yaxud əməlinə bir bidət daxil olar. Eləcə də digər əməllər. Məsələn, böyük alimlərimizdən birinin dediyi kimi, əgər bir müsəlman toplum kafirlərlə mübarizəni tərk eləyərsə, Uca Allah o müsəlman toplumun fərdlərinin başını biri-birinə qarışdırar. Onları özləri ilə məşğul edər. Həmçinin alimlərimiz deyirlər, kim dəvəti tərk etsə, o dəvət ki, kafirlərin müsəlmanlar üzərindəki haqqıdır. Necə ki, Uca Allah Peyğəmbərimizi sallallahu aleyhi və səlləmi aləmlərə rəhmət olaraq göndərib. O kafirlərin İslama dəvət edilərək cəhənnəmdən çıxardılması bu rəhmətin əsasını təşkil edir. Biz kafirlərə rəhm edib onları dəvət etmədiyimiz zaman Uca Allah əzab olaraq kafirləri müsəlmanların üstünə musallat edər. Beləliklə, bu dünyada yorğunluqdan və çətinlikdən qaçış yoxdur. Uca Allah Quran-ı Kərimdə buyurduğu kimi, لَقَدْ خَلَقَنَا الْاِنْسَانَ فِي كَبَدٍ Biz insanı məşəqqət içində yaratdıq. Bəli, bu dünya həyatının mahiyyətidir, məğzidir. Və İbn-i Qayyim rahiməhullah yazır, kim Allahdan başqa bir şeyi sevərsə, onunla əzab görər. Kim Allahdan başqa bir şeydən qorxarsa, həmin şey ona hökmran olar. Kim Allahdan qeyrisi ilə məşğul olub qəlbini ona bağlayarsa, bu onun üçün sadəcə bir bədbəxtlik və uğursuzluq səbəbinə çevrilər. Elə isə bizim üzərimizə düşən istidən qorxub oda sığınmaq deyil, bədbəxtlikdən qorxub Allaha sığınmaqdır.